Salam. München Təhlükəsizlik Konfransında İlham Əliyevin bir mühafizəçisi sual vermək istəyən jurnalist Emin Hüseynova qarşı çətirdən maneçilik məqsədi ilə istifadə edib. Ya maneçilik yaratmaq, ya da bilmirəm, bəlkə də həqiqətən zorakılıq məqsədi daşıyıb və burada Dövlət Mühafizə Xidmətinin rəhbəri, Prezidentin Mühafizə Xidmətinin rəisi General Fərid Əskənovun əli ilə təlimat və tapşırıq verməsi ilə bu çətir maneçiliyi aradan götürülübdür. Çox diqqət çəkən məqamlar var, xüsusilə Prezidentin Mühafizə Xidmətinin başına Münxendə gələnlər barədə hələlik Təhlükəsizlik Xidməti bununla bağlı bir açıqlama verməyib, nələr baş verib. Dünən də xəbəri yaydıq ki və videolarda göstərdik ki, Əliyevin bəzi mühafizəçiləri Bayer-Şirxov otelinin qarşısında saxlanılıblar polislər tərəfindən və onlar nəyə görə saxlanılıb, bu çətirə görəmi, çətirinin içərisində nə var imiş, Emin Hüseynov özü də danışacaq. Xahiş edirəm, videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Diqqət ekrana. Emin Hüseynov sual vermək istəyib. Ona maneçilik yaradıblar və bir deməli mühafizəçi, diqqət ekrana bir daha, diqqətlə baxın. Diqqətlə baxın, baxın, çətir tutub maneə yaratmaq üçün ki, o çətiri keçə bilməsin. Bilmirəm, çətinin içərisində bəlkə başqa şeylər də var imiş. Baxın, çətir görsənəcək. Uzun, böyük bir çətirdir. İndi o çətinin açılmış variantında başqa bir mühafizəçinin əlində sizə göstərəcəm. Və diqqət indi isə General Fərid Əskərovun sifətinə və əlinə. Baxın, Fərid Əskərov deyir, onu oradan yığışdırın. Və yəqin ki, bu keçəl olan Fərid Əskərovla adi bir mühafizəçinin arasında olan bir əlaqə işçidir, ya şöbə müdürüdür. Əlində çətir tutub Emin Hüseynova maneçilik törədən isə hansısa bir sadəcə sıravi bir mühafizəçisidir. Və o da ona tapşırıq verir və o da əlindən deyir ki, yox. Baxın, səslən. Və deyir, elə yox. Sonra mühafizəçi, çətir tutan mühafizəçi özü çevrilir, Fərid Əskərova baxır. Onun da qəzəbli və hissli baxışını görürsünüz. Baxın, sonra Fərid Əskərovun özünə baxır. Görür ki, o narazılıq bildirir. Cənab Prezident, demokratik təsisatlarla bağlı sual vermək istəyir. Əlində birinin zonçiki var idi də. Zonçikdən güyən priyom işlətmək istəyir. Yanındakı da deyir ki, zonçiki yığışdır da, cəmaat var. İstədim ona deyəm ki, o zonçiki özünüz başa düşdünüz deyəgən nə demək istəyirdin? Əslində ilk baxışda o çətir maneçilik yaratmaq məqsədi ilə bəlkə də mühafizəçi istifadə edib. Amma biz bilmirik, prezidentlərin mühafizə xidmətlərində çətirin ayrı bir funksiyası olur, çətirin içində başqa nə yerləşdirilir. Elə çətirlər var ki, branjiletli, yəni zirehli çətirlərdir və içində silah da ola bilir. Fərid Əskərov bəlkə həm də bundan narahat olub ki, o başqa məqsədi üçün istifadə olunandısa, onu niyə deməli, jurnalistin sual verməsi üçün maneçilik kimi istifadə eləyirsən. Baxın, deyəsən, bu məsələlər elə Emin Hüseynovun özünün də diqqətini çəkib. Hansı ki, polislər Azərbaycanlı prezident mühafizəçilərini saxlamışdı. Dünən xəbər verdiyim kimi, onlar hələ də orada qalmışdılar və Emin də onu çəkirdi. Baxın, həmən çətirdən biri, bilmirəm, odumu, başqa bir edəm, amma başqa bir mühafizəçinin, Ceyhun adlı mühafizəçisinin əlindədir. Bu getdi.
Ceyhun getdi. Zontiklərində o zontik var idi, yadımıza gəlir. Zontiklə nəsə eləmək istəyirdi. Bilmirəm o zontiklərində nəyə var idi. Təxmin edə bilirəm nə ola bilərdi. Amma o zontik onlara düşərli olmadı. Gərək o zontiki də yoxlayardılar, görərdilər nə zontikdir. Dəyərli dostlar, mən bir daha həmən kadrları göstərəcəm və izahı verəcəm. Görsənir ki, Dövlət Mühafizə Xidmətinin rəhbəri, prezidentin baş mühafizəçisi Fərid Əsgərov, həm də bu onun üçün ilk dəfə idi Münxen Təhlükəsizlik Konfransında rəis kimi iştirak edirdi və öz işçilərinə tapşırıq verib ki, son dərəcə mülayim olsunlar. Sadəcə prezidentin mühafizəsi ilə məşğul olub və Eminiyə başqa bir jurnalist olarkən onları yəni uzaqlaşdırmaq, uzaqda saxlamaq niyyəti ilə hərəkət etsinlər. Bu o anlaşılır və son dərəcə nəzakətli olmağa görsənir ki, tapşırıqdır. Çünki bura Azərbaycan deyil ki, vurasız, döyəsiz və İlham Əliyev Münxenə həmişə ona görə gəlir Davosa və Avropa ölkələrinin möhtəbər tədbirlərinə ki, öz imicini düzətsin, Avropalılara özünü yaxşı, jurnalistlərə açıq, mediaya açıq, nəzakətli, demokratik bir prezident olduğunu göstərmək üçün və gəlir Avropalıların qarşısına, bütün dünya gəlir Münxen Təhlükəsizlik Konfransına, durub mühafizəçisi bir jurnalistə, hansı ki, ora jurnalistlər bütün təpədən dırnağa kimi yoxlanılır, buraxılır, kimlikləri də bəllidir və jurnalistə sən zorakılıq edəsən. Bəli, əllə sadəcə əlini itələmədən, sadəcə bir bədən maneəsi, barikadı yaratmaqla, qarşısına dayanmaqla sən bunu uzaqlaşdırmış hesab edə bilərsən. Amma sən əlavə bir vasitədən güc kimi istifadə edirsən, o da çətir də buna aid edilir. Hələ biz dedik ki, çətirin içərisində nə var, necə bir çətir onu da bilmirik. Çətir burada bəli, zorakılıq əlaməti kimi qəbul edilə bilər, xüsusən də sual vermək istəyən jurnalistə qarşı və görsənir ki, Fərid Əsgərov bunu bilib və çox gözü ilə, əli ilə bir acıqlı bir şəkildə tapşırıq verir ki, ona denən ki, götürsün oradan çətiri. Çətir nədir? Cəmaət baxır, belə bir şey olar. Bura Azərbaycan deyil ki. Gördünüz mü? Əli ilə xeyli əlini deyir, oradan götür. O görsənir ki, şöbə müdürüdür ikincisi. O da deyir, nə? Belə yox. Belə qarşısını kəsmə. Həqiqətən belə qarşısını kəsməyə nə ehtiyac var? Bir, jurnalistlə həmən mühafizəçinin arasında dəmirdən bir barikat var. Yəni, hündür təxminən 1 metrdən bir qədər artıq bir barikat var. Onsuz da jurnalist özünü tullayıb orada barikadı keçə bilməz ki. Sən onsuz da onun da qabağında dayanmışsan. Səndən sonra da bir mühafizə xidmətinin bir şöbə müdürü dayanıbdır. Və diqqət bu tərəfə, jurnalist Eminin yanında da, baba gördünüz mü, diqqət, barikat var. O tullana bilməz ki onu. Sən nə zorakılıq eləyirsən? Özünü mü göstərirsən? Yoxsa Bələr Əyibovdan qalma o zorakı metodlardan yenə mi istifadə etmək istəyirsiniz? Xatırladım sizə bir daha. Berlinə gəlmişdi İlham Əliyev. Bələr Əyibovun mühafizəçiləri orada 150 metr uzaqlıqda etiraz edən diktator İlham Əliyev deyə qışqıran Azərbaycanlı mühacirlərə Bozqurd işarəsi göstərmişdi ki, yəni təhdid əlaməti olaraq. Sanki bizim özümüz türk deyil, etiraz edənlər türk deyil, başqa söhbətlərə ortaya qatırlar. Sizə cavab görəcəksiniz siz. Almaniya kanslerinin binasının qarşısında. Və bir də diqqət edin, hətta jurnalistin yanında başqa bir mühafizəçi də var. Baxın, bir bu. Bunun hansı ki, baxın, bunu sonra polis tutur. Bax, bu. Bu var ha. Bunu sonra polis tutur, indi birazdan görəcəksiniz. İkincisi, bir də bu var. Yəni, bu onsuz da dayanıb jurnalistin yanında bu tərpənə bilməz, hansı bir addım belə qabağa ata bilməz. Sən zontiki, çətri soxursan gözünə. Və bu mühafizəçi, zontikdən istifadə edən mühafizəçi kimdir? Onun indi göstərəcəm sizə.
dəyərli dostlar. Diqqət ekrana. Özünüzü təqdim edərsiniz. Bu həməndir. Sanki təhkim edilib Emin Hüseynova. Bu başqa bir yerdədir. İlham Əliyev Bakıdan gətirilən yaltaq jurnalistlərə güya müsahibə verilmiş. Sərviz imkan vermiyor. Cənab Prezident, sual vermək olar mı? Burada işçilərimiz imkan vermiyor. Ja, aber wir haben jetzt die zweite Begleitschutz. Ja, Siz çok yakın birisi değil. Adınızı da bilmirəm, bağışlayın. Bu həmən mühafizəsidir. Çətirdən istifadə edən mühafizəsi bax budur. Başqa bir yerdə. Nümayəndə heyətinin prioritetləri nədir? Azərbaycan Cənab Cabbarov, sual vermək olar. Azərbaycan nümayəndə heyətinin prioritetləri nədir? Növbəti bir il ərzində təhlükəsizlik məsələləri. Cənab Prezidentin başı qarışıqdır, ola bilər. Bəlkə siz cavab verəsiniz. Cənab Mikayıl Cabbarov da cavab vermək istəmir. Əslində Mikayıl Cabbarovun prezidentlərinə hörməti olsaydı, yəni bu heç görüntülər də olmazdı. Emin Hüseynov oradan çağırmazdı, qışqırmazdı, cənab prezident və s. Çəkərdi Mikayıl kənara, deyərdi, yaxşı gəl, sən uzaqlaş buradan. Öz xoşu ilə jurnalist orada Mikayıl Cabbarovla müsahibə alacaqdı deyə. Orada çadırlar ayrılıb jurnalistlər və dövlət başçıları və yaxud da ki, vəzifəli məsul şəxslərlə müsahibə təşkil olunması üçün. Ora çəkərdi, uzaqdadır və prezident də sakitcə çıxıb gedərdi. Heç bu səs-küy də olmazdı, amma prezidentlərinə hörməti yoxdur və yaxud da ki, özünü zibilə salmaq istəmir. Desin ki, mən sonra gəl bunu izah elə ki, mən əslində məqsədim İlham Əliyevi qorumaq və ona yönələn suallardan uzaqlaşdırmaq idi. Özü isə zibilə düşəcək ki, sən niyə axı filan kəsə müsahibə verirsən? Dəyərli dostlar, bu maraqlı məqamı istədim ki, sizə göstərəm. Həqiqətən də çox diqqət çəkən məqamları idi. Məncə, Fərid Əsgərovun öz işçilərinə yenidən təlimlər keçməsinə ehtiyac var. Salamat qalın.